Bismillahirrahmanirrahim. Dostluğun şərtləri barəsində Əli əleyhissalam buyurmuşdur. Dost öz qardaşına, yəni dostuna 3 vaxtda qayğı göstərməyincə həqiqi dost deyil. Onun çətinlik və narahatlıqlarında can və malı ilə onun yanında olmalıdır. O özü olmayanda barəsində xoşagəlməz sözlər deyilməsi və eşidilməsinə mane olmalıdır və vəfat edərək həyatla vidalaşanda dua və istiğfar etməklə onu yad etməlidir. Allah Teala bizləri həqiqi dostlardan qərar versin inşallah.